Nurəni Rəqsani İsmailovanın doğum gün məclisində show biznes nümayəndələr onu təbrik etmək üçün bir araya gəlib. Gecə boyu səslənən musiqilər sədasında qonaqlar qol qaldırıb oynayıb, xoş anlar yaşayıblar. Məclisdə iştirak edən müğənni Xatirə İslam həm öz görünüşü, həm də səhnədəki enerjisi ilə diqqət çəkib. Gecənin yadda qalan məqamlarından biri isə aparıcı Humay Muxtarovanın sərgilədiyi səmimi və şən rəqs olub. Onun rəqsi qonaqlar tərəfindən maraqlı qarşılanıb. Gecə boyunca təbriklər, musiqi nömrələri və rəqslər məclisə xüsusi ab-hava qatıb. Bu il bizə düşməliyik bura. Ona görə deyim də, çox şükür, bu il yola verir, hər şey yaxşı olacaq. Çox şükürlər olsun ki, bu günlər bir yerdə, Əsad canım sağ olsun. Çox sağ olun, təşəkkür edirəm. Qonaqlarımız gəldi.